Selamun Aleyküm ve Rahmetullahi Teala ve Berekatuhu. Elhamdülillahi Rabbil Alemin ve la gıbetu lil muttaqin. Vessalatu vesselamu ala seyyidina Muhammed khayri halqi Rabbil Alemin ve ala alihi ve azvacihi ve ashabihi gurrul meyamin el muhaccelin. Ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Allahümme ahricna min zulumatil vehm ve ekrimna bi nuril fehm ve aftah aleyna bi ma'rifetil ilmi ve sahhil ahlâgana bil hilm ve cealna mimmen yestemi'unel gavle feyettebi'una ahsana. Allahümme la sehle illa ma cealtehu sehlen ve in şi'te cealte hazne sehlen bi kudretke ya erhamer rahimin. Allahümme erinel hakka hakkan ve erzugna ittiba'ahu ve erinel batile batilen ve erzugna iştinâbeh. Allahümme Rabbi işrehli sadri ve yessirli emri ve ahlul ugdeten min lisani yefkahu kavli. Amma ba'd. Kâle Allahu Teala fi kitabil kerim: Kullu nefsin zâigatul mevt ve neblukum bi'ş-şerri vel hayri fitne ve ileyne turcaun. Ve kâle Teala aydan: İnneke meyyitun ve innehum meyyitun. وقال النبي صلى الله عليه وسلم فيما رواه البخاري أحب الله من أحب لقاء الله وكره الله من كره لقاء الله أو كما قال عليه الصلاة والسلام الحديث. وقال عليه الصلاة والسلام أيضا: نعمتان مغبون فيهما كثير من الناس Es-sıhhatu vel-ferah. Bəli əzizlər, keçən söhbətimizdə tövbədən danışdıq və tövbə qapısının açıq olmasından danışdıq. Bir insana, bir müsəlmana tanınmış olan tövbə haqqından danışdıq. Tövbənin vacib olduğundan danışdıq. Tövbədən sonrası ölümdür. Ölüm haqqında da az-çox məlumat verdik keçən söhbətimizdə. Dedik ki, tövbə qapısı bağlanan məhəllər, tövbə qapısının artıq fayda verməyəcəyi məhəllər nə olur dedik? Dedik ki, insanoğlu üçün axirətin qapısı açılmağa başlayır. Pərdə qalıqmağa başlayır. Və bunun dəlili Həzrət Əlidən rəvayət olunan deyəcəyimiz bu sözdür. Həzrət Əli kərramallahu vəcəh buyurur ki, elə bir nəfs yoxdur ki, lən yaxruca əhədukum. Elə bir şəxs yoxdur ki, dünyadan çıxmamış, onun ahirətdəki yeri ona göstərilməmiş olsun. Həttə yara məq'adahu minəl cənnəh əvin-nar. Hətta cənnətdəki və yaxud cəhənnəmdəki yerini görəndən sonra bu dünyadan çıxacaqdır insanoğlu. O da nə zamandır əzizlər? O da o zamandır ki, artıq dediyim kimi pərdə qalıqdır. Artıq tövbə qapısı qapandı, artıq insan canını verməyə hazırlaşır, can çıxacaq. Onu da dedi ki, eləsi var 1 il çəkir, eləsi var 6 ay çəkir, eləsi var 10 gün çəkir, eləsi var 1 sutka çəkir. Hamısında hədislə əsaslandırdıq. İnsanoğlu ahirətdəki yerini görmədikcə bu dünyadan çıxmayacaq. Onun üçün də bugünkü söhbətimizdə xatırlatdığım hədis şərifin əsasını başa düşürüzlər. Resul-i Əkrəm aleyhissalatu vesselam buyurur: Mən kərihə liqa'allah, kərihallahu liqa'ahu. Yəni, rəvayətlər fərqlidir. Mən kərihə liqa'allah, kərihallahu liqa'ahu. Və mən əhəbbə liqa'allah, əhəbballahu liqa'ahu.
Kim Allahla görüşməyi sevərsə, Allah da onunla görüşməyi sevər. Kim Allahla görüşməyi kərih görər, istəməz, sevməzsə, təbii Allah da onunla görüşməyi sevməz. Və Ubadət ibn Samit rəvayət edir, hədis şərifi İmam Buxari rəvayət edir Ubadət ibn Samitdən də. Deyir ki, Ayşə anamız ya da Resulullahın xanımlarından biri dedi ki, ya Resulullah, hamımız ölümü sevmərik. Yəni, Allahla görüşmək, Allahın görüşünə çıxmaq ölümdür. Bunu Ayşə anamız belə başa düşür, biz də belə başa düşürük. Amma ölümü də heç kəs bəyənməz. Resulullah sallallahu aleyhi və səlləm buyurdu, leysə zək, leysə zək. Mən onu nəzərdə tutmuram, mənim dediyim o deyil. Və davamında buyurur aleyhissalatü vəssələm, elə ki, insan oğlunun əcəli yaxınlaşır, o, ahirətdəki yerini qarşısında görür. Ahirətdəki yeri nədir? Onu qarşısında görür. O zaman, əgər yaxşı şeydirsə, iman sahibi, mümindirsə bu, ahirətdəki yeri ona, gözəl yeri göstərilir, ona müjdələr olur və o da ora üçün bir eşq duyur, bir iştiyaq duyur, oranı görmə, ora qovuşmaq üçün bir sevgi duyur. Allah da onu sevir. Amma elə ki, qeyri-müsəlman olar, dinsiz olar, kafir olar, o zaman təbii onun da xoşuna gəlməyən müjdələr ona verilir və yeri göstərilir, qarşısına gətirilir gözünün qarşısına ki, hə, sənin yerində budur. O zaman o da onu pis görür, sevməz. Allah da onunla görüşməyi sevməz, deyir Resulullah sallallahu aleyhi və səlləm. Vələzdir. Kim Allahla görüşməyi xoş görər, sevərsə, Allah da onunla görüşməyi xoş görər, sevər. Kim də Allahla görüşməyi xoş görməz, bəyənməzsə, Allah da onunla görüşməyi xoş görməz, bəyənməz. Allah rəhm eləsin, şeyxlərimdən biri belə bir söhbət eləyir ki, bir yaşlı adam, cavan adam, bir nəfər dünyasını dəyişir, can verir və can verdiyi əsnada qışqırır, tapancamı gətirin, tapancamı gətirin deyə. Bələzdir, tapancasını istəyir, tapancamı gətir deyə yaxınlarını səsləyir, ahirətə köçməyib, dünyadan da qopmuyub. Bəli, bu dünyadan keçməmiş artıq yeri göstərilir. Və bu zaman tapancasını istəyir, miskin. Tapancasıyla özünü xilas eləyəcək. Və o şəkildə tapancamı gətirin deyə deyir, canını verdi. Baxın əzizlər, Resulullah sallallahu aleyhi və səlləm hədis şərifdə buyurur, İmam Tirmizi rəvayət eləyir, Əl-keyyisu mən dənə nəfsəhu və amilə limə bə'dəl mevt. Ağıllı olan, düşüncəli olan, bacarıqlı olan, ölümdən sonrası üçün düşünüb, nəfsini aşağı tutandır, nəfsini aşağıda görəndir, nəfsini qiymətsiz sayandır. Vəl-acizu mən ətbə'ə nəfsəhu həvahə və təmənnə alallah. Aciz isə öz nəfsinin istəklərinə tabe eləyib, ondan sonra da Allah subhanahu ta'aladan arzu eləyəndir. Yətəmənnə alallah, Allah məni bağışlayacaq deyir. Beləzdir. Allah subhanahu wa ta'ala
Kitab-ı Kərimində dedi: Kullu nefsin zaiqatul maut. Hər bir canlı ölümü dadacaqdır. Hər bir canlı ölümü yaşayacaqdır. وَنَبْلُوكُمْ بِالشَّرِّ وَالْخَيْرِ fitnə. Əsas qaidəni Allah subhanahu ta'ala bildirəndən sonra ki, hər bir canlı ölümü dadacaqdır. Ondan sonra Allah subhanahu ta'ala bu əsas qaidənin yanında davranış yolunu xəritə verir, xəritə. وَنَبْلُوكُمْ بِالشَّرِّ وَالْخَيْرِ. Biz xeyir əməl və şər əməl demirik, xeyir və şərlə. Biz xeyir və şərlə sizi imtihan eləyirik, sınağa çəkirik. وَإِلَيْنَ تُرْجَعُونَ. Sonra da bizə qayıdacaqsınız. Sonra da bizə dönəcəksiniz. Bəli əzizlər, o tapancasını istəyənin əhvalatını xatırlatmağım yersiz deyildi. Bir insan bu dünyada yaşayır. Yaşayır və müəyyən bir səviyyə çatıb, müəyyən bir yaş həddinə çatandan sonra bu lap erkən uşaqlıqda baş verir, özdə bilirsiniz. Artıq ölüm deyə bir həqiqətin, bir gerçəyin fərqində olur. Baxır ki, babası var idi, birdən yıxıldı, cəmaat yığışdı, ağladı, babasını apardılar, harasa qoydular. Day babası yoxdur. Nənəsi var idi onun kimi, nə bilim, kim var idi. Körpə yaşından uşaq artıq ölüm məfhumunu dərk eləyir. O mənada dərk eləyir ki, artıq bu gerçəyin var olduğunu bilir. Və bunu artıq özündə yaşamağa başlayır. Qorxur ölümdən. Ölümdən qorxur. Bir uşağı tərbiyə eləmək üçün bəlkə də ən şiddətli, ən sıxıcı, ən xoşa gəlməz tərbiyə üsulu o uşağı ölümlə qorxutmaqdır. Ölərsən. Uşaq ruhunun təmizliyilə ölərsən sözünü anlamır, ölmək nədir, bilmir. O mənada bilmir ki, ölüm nədir, hələ haqqınla bilmir. Amma bilir ki, nəsə belə bir şey var, ölüm var. Onu bilir, amma ölüm nə olan şey də onu bilmir. O saat uşaq baxırsan ki, nəsə yoluna düzələn təhər oldu. Niyə? Çünki ölüm var. Nəsə bu ölüm, nəsə bir qorxulu bir şeydir. O zamana qədər ki, o uşağı nəfis artıq meydanda mübarizəyə çəkər. Elə ki, nəfs meydanında mübarizə çəkildi, ölüm sanki unudular. Bir insan ölümü unudar. Qarşıda oxumaq var, qarşıda evlənmək var, qarşıda böyük adam olmaq var, qarşıda, gör nələr var, nələr. Ona görə hikmət sahibləri deyir ki, ömür yaşlılar üçün qısa bir keçmiş, gənclər üçün uzaq bir gələcəkdir. Buna İslam alimləri, İslam hikmət sahibləri amal deyərlər, əzizlər, amal. Artıq bu amal sözü ədəbiyyatımızdan hardasa sıxışıb gedibdir, yoxdur. Mən heç rast gəlmirəm çoğu zaman bu. Biraz klasik ədəbiyyatda varsa da var. Amal sözü aradan gedib, yoxdur. Nədir amal? Bir insanın daima nəsə istəməsi, nəsə bir arzusu olması, bu işi görəcək, o işi görəcək, o işi görəcək, bu planı cızır, o planı cızır, daima amalla yaşayır. Və bu amal deyilən şey ölümün üzərinə bir pərdə çəkir. Ölümü gizlədir. Elə ki, amal deyilən şey insana üstün gəldi, ölümü gizlətdi, insan tüğyana başlayır. İnsan həddini aşmağa başlayır. İnsan özünü bəyənməyə başlayır. Yəni,
İnsan Resulullah sallallahu aleyhi ve sellemin hatırlattığımız hadis-i şerifinin əksini, ikinci hissəsini yaşamaya başlayır. Neydi o ikinci hissəsi? Vəl-acizu mən ətbəə nəfsəhu həvâhə. Aciz olanda öz nəfsi istəklərinə təslim eləyir. Öz nəfsini, yəni nəfsinin istəyinə özünü təslim eləyir, nəfsini təslim eləyir. Və ölümü düşünməz, ölüm haqqında, ölümü yada salmaz və çalışar ki, daima dünya yaxşı şeylər haqqında, hətta yanında bir gün ölümdən danışsan və yaxud birinin dünyasını dəyişdiyini desən, çox şiddətlə sana etiraz eləyər ki, başqa sözün yoxdur danışmağa. Yaxşıdan danış, gözəldən danış, eşqdən, məhəbbətdən danış, gələcəkdən danış, biznesdən danış. Yox, amma ölümdən danışma, söhbət yoxdur eləməyə. Gəlmirsən, danışmırsan, burada oturmursan, qara-qara danışırsan, bəd-bəd danışırsan, uğursuz-uğursuz danışırsan. Niyə? Çünki acizdir, amma hələ xəbəri yoxdur. Necə bir aciz olduğunu mən sizə dedim, bir də izah edəcəm inşallah. Başlayar ondan sonra əzlər bu şəkildə heç nəyin əhəmiyyətini verməz və o zaman gözünü açar ki, əzlər qapının ağzında gəlib dayanır. Yenə rəvayətlərdə gələr. Xəlil İbrahim aleyhissalatu vesselam və alən-nəbiyyinə afdalus salavat və təslim bir gün Əzrail əleyhissalama, indi çoxunu da xoşuna gəlməyəcək bu da, ölüm mələyinə bir kafirə hansı sifətdə, hansı donda gəlirsən, o donu mənə göstər dedi. Aleyhisselam buyurdu ki, ya İbrahim, sən ona dözə bilməzsən, tab eləyə bilməzsən. Mən o donda gəlsəm, sən onu qaldıra bilməzsən. Çox ağırdır. İbrahim əleyhissalam israr elədi. Yox dedi, mən istəyirəm, sadəcə görüm, yəni mən bir şey demirəm. Sadəcə o donda səni görüm. Baxın, əzizlər, insan oğlu örtülüyə, gizlin olana hərisdir. İllə bir şey, ahirətə həris deyil. Bir insan mütləq bir cinni görmək istəyər. Necədir o, nətər olan şeydir. Ona görə bazar quranlar da vurdu, çartladı, hörümçəyə də cinləyir zaman-zaman. Niyə? Maraqlı daxıra, görəsən bu nədir? Bu insanın fitrətinə verilən bir şeydir. Onun üçün də İbrahim əleyhissalam daha irəli gedir. Çünki peyğəmbərdir. Onun marağı daha böyükdür ki, bu necə olacaq deyə. Və ölüm mələyinin o kafirə gəldiyi sifəti görmək istəyir. Uzun sözün qısası, ölüm mələk bir an kafirə gələcək üzünü, donunu İbrahim əleyhissalama izhar edir, göstərir. Mübarək həmən yerində huşunu itirir. Həmən huşunu itirir və bundan sonra birazdan özünə gəlir. Ya İbrahim, mən sənə dedim, axı mən sən bunu götürə bilməzsən, çəkə bilməzsən. Hələ bu harasıdır? İbrahim əleyhissalam deyir ki, qardaşım ölüm mələyi, kafirə cəhənnəm əzabı məncə lazımdır. Elə bu yetər. Baxın, əzizlər, həqiqətləri bilən Peyğəmbərin dediyi sözə baxın. Ölüm mələyinin sərt üzü kifayətdir ki, bir insanın hüceyrələri paramparça olsun qorxudan. Amma hay, mən də sizi kimi hündür səslə danışıram. Həqiqətini gerçək eləyə bilmir ya axıra. Həqiqətini gerçək eləsək, vəziyyət tamam başqa cür olar əzlər. Muaz ibn Cəbəldən Rasulullah sallallahu aleyhi və səlləm soruşdu, dedi, imaniyim gerçəyi nədir? Attığım addımın arxasınca ikinci addımımı atacağımı dedi, bilmirəm.
Bax, ölümü onlar elə görürdülər əzlər. Bu isə, hələ ölüm mələyi qarşıdadır, gəlməyəcək, hələ işini görür. Ölüm mələyi gəlib qarşısını kəsəndə, indi acizliyə baxın əzizlər. İbrahim əleyhissalam nə oldu? Huşunu itirdi mi? Can verən huşunu itirə bilmir əzizlər. Can verən huşunu itirə bilmir artıq. Məcburdur onları müşahidə eləsin. Huşunu itirə bilməz artıq. Huşunu itirmək Allahın bir rəhmətidir. Gələr, xəbərdə gələr ki, Əl-mevtu tuhfətul mu'mini. Ölüm müminin töhvəsidir, hədiyyəsidir. Ölüm gəldi mi, axirət işi çətin olan, indi bu dəfə huşunu itirmək neymətindən də məhrumdur. İtirə bilməz, müşahidə eləməlidir. Ona görə deyir əzlər Resulullah sallallahu aleyhi və səlləm, vəl-acizu, aciz, heç nə bacara bilməyən, çarəsiz qalan, çıxılmaz vəziyyətdə qalan, buraxır nəfsini, nəfsi ora çırpır, bura çırpır, ora çırpır, bura çırpır və axırda da tapancasını istəyir. O da bir şeyə yaramır. Onun üçün əzizlər, onun üçün hikmət sahibləri dedi ki, 3 qrup var insanlar, 3 qrupdur. Ölüm 3 şəkildə xatırlanır. Biri ölümü xatırladı mı, indiyənə kimi ondan danışırdım sizə. Biri ölümü xatırladı mı, canına lərzə düşər, istəməz o yada düşsün, hər halda, hər vasitədə özündən uzaqlaşdırar. Niyə? Dünya həvəsi qoymur axırı. Dünyanın gözəllikləri qoymur axırı. Hələ qarşısında planları var, hələ nə işlər görəcək, kimlərdən neylər eləyəcək, nə qisaslar alacaq öz ağlından, nə bilim planlar cızır, bunu eləyəcəm, onu eləyəcəm, filan, filan. Ona görə ölümü sevməz. Ölüm gəlsə işlər yarımçıq qalar axırı. Ölüm gəlsə dünyanın ləzzətini dada bilməz axı. Dada bilmir axırı, kəsiləcək, gedəcək. Onun üçün nə eləyir? Əbədən ölümü yaxın qoymaz. Aman ölümü mənə xatırlatma deyər və ona çalışar. Quran ayəsi də əzizlər, Quran ayəsi. Allah subhanahu ta'ala buyurur. وَلَتَجِدَنَّهُمْ أَحْرَسَ النَّاسِ عَلَى حَيَاتٍ وَمِنَ الَّذِينَ أَشْرَكُوا وَيَوَدُّ أَحَدُهُمْ أَنْ يُعَمَّرْ أَلْفَ سَنَةٍ وَمَا هُوَ مُزَحْزِهِ مِنَ الْعَذَابِ وَأَنْ يُعَمَّرْ. Sən o insanları ki, həyata həris görəcəksən. Əhrasan nəs aləl həyat. İnsanların ən hərisi olacaq onlar. Yaşamaq üçün, ölməmək üçün. Və 1000 il yaşamaq istəyəcəklər. Niyə? Dedi axı, o dünyanın aldatmacalarından, o nemətlərdən qopub getmək istəməz. İstəyir elə burada qalsın, bu nemətlər içində yaşasın, davam eləsin, kəsilməsin. Bu da toğu yanındadır. Bu qrup birinci qrupda əzizlər. Allah bizi bundan qorusun. Və təəssüflər olsun ki, bugün insanların, demirəm əziz qardaşlar, təəssüflər olsun. Bugün iman əhlinin böyük üstünlüyü də belədir. Böyük üstünlük də belədir. Deyəcəksən, sən hardan aldın bunu, sən nə tər deyirsən bizə bu sözü? Birinci dözmə deyirəm. Qardaş, qəlbim yaman qatıdır, ibadətimdən zövq almıram. Qəlbim qatılaşıbdır. Qəlbimdə bir huzur yoxdur. Qəlbimdə bir təskinlik yoxdur. Quran oxunur, qulaq asa bilmirəm. Quran oxuyuram, oxuduğum Qurandan zövq ala bilmirəm. Zikr eləyirəm, zikrimdən zövq ala bilmirəm. Bilirsinizmi niyə? Yenə Resulullah'dan soruşdular ki, ya Resulallah, qəlbimiz qatılaşan zaman nə eləyək? Dedi ki, ölümü çox xatırlayın. Ölümü çox xatırlayın. Ölümü xatırlayarsanızsa, qəlbiniz yumşalar, qəlbiniz raqiq olar, incələr.
Nə əlaqası var? Ölüm qəlbi necə incidir əzizlər? Sizə yaşadığınız bir gerçəkliyi xatırlatmağa yada salmağa çalışacağım. Ailədən bir nəfər gedir, harasa gedir. Yol hazırlığını görüb, çantasını yığıb, uzaq bir səfərə gedir. 1 ay, 10 gün, nə bilim 1 il, bəlkə də daha çox ailədə olmayacaq. Nə baş verir? Bəlkə də illə bişməyən ləziz yemək bişirilirmi? Bişirilir. Bəlkə də illərlə göstərilməyən xidmət göstərilirmi? Göstərilir. İndi biraz bu telefon çıxıb, biraz o hissiyatlar biraz korşalıb. Əvvəllər o da yox idi. Məktub yazardın, ya ən tez gəlsə 1 aya gələrdi. O günləri yaşayanlar bunu daha yaxşı hiss eləyəcək. Gedir, uzağa gedir. Başında pərvanə kimi dolanırdılar yola çıxanı. Hələ bir o yazanlar, pozanlar bir romantik səhnələr formalaşdırırlar o vağzaldan, aeroportdan, o əsas ayrılma məntəqəsində birinin gözü ağlayır, yaşarır, o birisinin ürəyi döyünür filan. Gerçək həyatın təzahürləri də əzizlər heç bir yazıçının təfəkkürünün məhsulu deyil. Həqiqətən gedin, baxın, 2 insanı, biri o birisini yola salanda, biri ağlayır, biri kefsizdir. Bir ayrılıq ortaya gələndə qəlb daşdan bərik, qəlb başlayır ağlamağa. Ömür boyu ağlamaz. Ən azından kefsiz olmağa. Niyə? Çünki 1 aylıq, 10 günlük, 1 illik, nə bilim 2 illik yaxını uzağa gedir, ha vaxt gələcək, gəlməyəcək. Ona görə qəlb yumşalıb. Əbədi ayrılıq, ölüm necə deyə, nə deyə qəlbi yumşaltmaz? Yada salırıqmı biz bu ölümü? Nə olar o qəlbimiz biraz yumşalsın deyə düşünürükmü o ölümü? Öldürərəm deyə düşünürük, ölərəm deyə əbədən düşünmək istəmirik. Çünki mən güclüyəm. Mən səni öldürə bilərəm. Mən səni əzə bilərəm. Mən səni çığınıya bilərəm. Axırda da tapancamı istəyərəm. Hay hay. Amma ölərəm deyə kimsə düşünmür, qardaş. Kimsə düşünmür. Düşünmək belə istəmir. Bəli, əgər ölümü haqqınla gündə bircə saat düşünsəydik, o zaman halımız tamam başqa olardı. O zaman qəlblər tamam başqa olardı. Bir gün Həzrət Ömərin huzuruna uzaqlardan bir nümayəndə heyəti gəldi. Gəldi ki, Həzrət Ömər oturub məsciddə ağlayır, uşaq kimi ağlayır. Uşaq kimi ağlayır. Dediyiniz o sərt Ömər budur mu dedi? Dediyiniz o şiddətli Ömər budur mu dedi? Dediyiniz o qəliz Ömər budur mu dedi? Bəli, ədaləti bərpa eləyəndə, Allahın dinini qoruyub gözətəndə Ömər çox şiddətli idi. Amma Allaha hesab vermək gələndə, Ömər ağlamaqdan 2 gözünün burasına xət düşmüşdü belə əzizlər. Göz yaşları yandırmışdı. Axtarın, axtarın. Mən də sizlə barabar güzgünü qoyaq gözümüzün qabağına, axtaraq bu cəmiyyəti. Ən fəzilətli mənəm, ən elmli mənəm, ən alim mənəm, ən doğru yolda olan mənəm deyənindən tutmuş, ən aşağıdakı kimi axtaraq. Görək neçəsinin ağlamaqdan gözünün üstünə xət düşübdür. Dünya və axirət qorxusundan ağlamaqdan gözünə xət düşübdür. Neçəsinin? Varmı? Hardadır? Amma bir-birini ittiham eləmək, amma bir-birinə qarşı qılıncdan iti dilə sahib olmaq hamımızda var. Hardan olacaq bərəkət? Hardan olacaq qardaşlıq? Hardan olacaq mehribançılıq? Olmayacaq. Qəlblər daşdır. Bəl əşəddu qasva, Allah subhanahu ta'ala deyir. Bəlkə daşdan da bərikdir. İnnə minən həcəri ləyənfəcirul mə. Daşdan su çıxır. Amma ürəklərdən göz yaşı çıxmaq istəmir.
Bunlar birinci qrupdur. İkinci qrup əzizlər. İkinci qrup tövbə eləyəndən sonra ölümü xatırlamağı bacaranlardır. Tövbə eləyir, tövbə eləyəndən sonra ölümü xatırlayır. Bilirsinizmi niyə? Tövbə eləyəndən sonra ölümü xatırlayır ki, geri günaha qayıtmasın. Əlhamdülillah, hüsnü zənnlə demirəm, gerçəkdən deyirəm, var belə qardaşlarımız, əlhamdülillah. Dəfələrlə rastlaşıram, qarşıma çıxır, əlhamdülillah. Belə qardaşlarımız var. Günahdan qaçır və tövbə eləyib, indi o tövbənin, o günahın geri yanına qayıtmamaqdan ötürü çırpınır. Necə eləyim, nə təhər eləyim ki, bir də o günaha qayıtmayayım. O günaha qayıtmamağın bir yolu var əz qardaşım, birinci özümə, sonra da sənə deyirəm. Uzkuru həzimul ləzzət. Ləzzətləri alt-üst eləyəni çox-çox xatırlamağımız lazımdır. Əgər bir insan sabah öləcəyini düşünürsə, yox. Əgər bir insan bir neçə ildən sonra öləcəyini düşünürsə, sabahı çox tez dedim. Əgər bir insan bir neçə ildən sonra öləcəyini düşünürsə, böyük günahlardan qaçacaq. Əgər bir insan bir neçə gündən sonra, bir neçə aydan sonra öləcəyini düşünürsə, haqqınla düşünürsə, kiçik günahlardan qaçacaq. Əgər bir insan sabah öləcəyini düşünürsə, kimsəni incitməkdən qaçacaq. Əgər bir insan sözünün axırını gətirə bilməyərək öləcəyini düşünürsə, o insanın nə xoş halına, o insan nəfsinə düşmən kəsiləcək. Sadəcə o insan. Sadəcə o insan nəfsinə düşmən kəsilib kimsəni görməyəcək. Sağındakı kimdir, solundakı kimdir, o necə namaz qıldı, bu necə dua elədi, o ona nə dedi, bu buna nə dedi, o nə söylədi, bu nə cavab verdi. Buna macal olmayacaq. Niyəmi? Ona görə ki, artıq o ölümün gerçəyini ruhuna hopdurmağı bacarıb. Artıq o sabah Rəbbinin qarşısına çıxıb o qorxunc sifətli mələyi görməyə cəsarət eləmir. Ayşə anamız rəvayət edirdi, Rəsulullahın can verməsini görəndən sonra ölümün kiməsə yüngül olacağını mənə söyləməyin. Olacaq şey deyil. Ölümün kiməsə yüngül olacağını mənə söyləməyin. Olacaq şey deyildir Ayşə anamız. Ona görə ki, Resulullah sallallahu aleyhi və səlləmin can çəkməsini dəqiqə bə dəqiqə müşahidə elədi. Lent müşahidə eləyən kimi yox, sizi bizi kimi, o kinoya baxan kimi yox. Yaşayaraq müşahidə elədi. Özünü Resulullahın yerində görərək müşahidə elədəzlər. Və Resul Əkrəm aleyhissalatu vesselam yanındakı su qabına əlini salır, mübarək əlini arada belə mübarək üzünü o soyuq suyla isladır və Allahım ölüm acısını mənə yüngül eylə deyə dua verirdi. Tapancamı gətirin deyəndən rəhmət Peyğəmbərinin arasındakı fərqə baxın. Tapancamı gətirin deyən hələ də özünə güvənməkdədir. Özünə də yox, dəmirə güvənməkdədir. Niyə? Çünki gerçəyi bilmir, dərk eləmir. Ölüm mələyi huzuruna icazə ilə daxil olansa, nə deyir? Allahım, ölümün acısını mənə yüngülləşdir, deyir. Bundan böyük qəflət, bundan böyük cəhalət, bundan böyük cahillik, bundan böyük acizlik olar mı əzizlər?
ölüm mələyi birinə icazə ilə gəlir. O deyir ki, ya Rəbbi, ölümün acısını mənə yüngül elə. O birisinin də toppuzlarla təpəsinə vura-vura canını çəkib çıxardır. Bu da gene tapancasını axtarır. Tənaquzatı gördünüzmü əzizlər, ziddiyyəti gördünüzmü? Səbəb bir dənədir. Bir səbəbi var bunun. وَنَبْلُوكُمْ بِالشَّرِّ وَالْخَيْرِ فِتْنَةً Xeyir və şərlə biz sizi imtihan eləyirik. Şər fitnəsinin havasına nə qədər oynayarsansa, şər fitnəsinin nə qədər havadarı olarsansa, şər oyununun nə qədər iştirakçısı olarsansa, bir o qədər özünə havaləsən. Amma xeyir carçısı olduğun müddətcə, xeyir timsalı olduğun müddətcə, xeyirlə yorulduğun müddətcə, xeyirdə gəldiyin müddətcə, xeyirdə getdiyin müddətcə, onda deyəcəksən ki, Allahım ölüm acısını mənə yüngül eylə. Bax, gerçəklik bu şəkildə dərk olunur əzizlər. Və rəvayət olunur yenə, Həzrət Ömər deyir, Kəb-ül Əhbardan soruşdu ki, Kəb, ölüm bir vəsf elə mənə, ölüm necə olur deyə. Kəb deməzdən əvvəl mən Rəsullahın hədisini sizə xatırladacağım əzizlər. Ölümün vəsfini belə verir Rəsulullah sallallahu aleyhi ve sellem. En yüngül ölüm islah keçədən bir tikanı çəkib çıxartmaq kimi bir şeydir. Deyəcəksiniz, keçə nədir, islah nədir, tikan necə olur? Şəhər cəmaatı keçəni hardan görsün? Bu saat heç məişətimizdə keçə deyilən bir şey də qalmadı. Keçə əzlər, bilirsiniz, bilənlər təbii ki bilir, mən bunu sizə bir şey öyrədəcək də deyiləm. Keçə yunu xüsusi şəkildə döyəşləyib, emal eləyib, yunu bir palaz halına gətirən şəklidir o keçənin və həqiqətən də o keçək istandı. Nəinki tikanı, adi bir düz otu belə, onun içinə qarışmış düz otu və yaxud da onun içinə batmış düz otu çəkib çıxartmaq həqiqətən bir müşküldür. Söhbət onun çətinliyindən getmir əzizlər. Müşahidə eləyən bunu biləcək. Həqiqətən bir islah keçədən bir dənə tikanı, artıq tikanından danışıram, o tikanı çıxardanda insanın tükünü ürpəşdirəcək bir səslər və çətinlik var. Cır eləyər çox çətinliklə. Çəkirsən çıxmır, cırıldayır, gah çıxır, gah çıxmır. İnsanın ruhu da elə çıxır əzizlər. İnsanın ruhu da elə çıxır, hər bir hüceyrəsi göynüyə. Təbii bunu yaşayanlar biləcək, biz bilə bilmirik. Amma yaşayanların çəkdiyi iztirabdan təsəvvür eləyə bilirik ki, bu nədir? Ona görə də əzizlər, ölüm gerçəyi bu qədər acı olmasıyla yanaşı, bu qədər də realdır. Bu qədər də yaxındır. Onun üçün əzizlər, onun üçün bir an deyil, bir anı qədər, bacardığımız qədər ölümü unutmaq olmaz. Qəlbi Allah eşqindən, qəlbi Allaha itaətlə döynən hər kəsin üzərində mükəlləfiyyətlərdəndir. Artıq bu hal əhlinin sözüdür, əzizlər. Şəri mükəlləfiyyət deyil, düz başa düşək. Gündə ən azı bir saat xəlvətə çəkilib ölümü düşünmək. Resulullah sallallahu aleyhi və səlləm təbii ehtiyacını ödəyəndən sonra həmən təyyəmmüm eləyirdilər. Təyyəmmüm eləyirdi.
Ya Resulallah, su yaxındadır, təyəmmümə nə ehtiyac var? Deyə soruşdular. Suya çatacağımı hardan bilim dedi. Suya çatıb dəstəmaz alacağımı hardan bilim deyəndən sonra Allah sən mənə əf elə ya Rəbbi. Qüsulsüz gəzəndən nə deyəcəksən? Axşam sabahında qüsulsüz gəzənə nə deyəcəksən bilmirsən. Dəstəmazdan danışma, başa düşdük. Niyə? Çünki amal dediyimiz üstünü örtüb. Eybi yox. Hava belə soyuqdur, nə bilim nədir. Ya nədir, ya nədir, ya nədir. Allah sən bizi islah elə ya Rəbb. Allah Rəsulu dəstəmaz alıb, təharət eləyib, dəstəmaz alır, o arada təyəmmüm alır ki, birdən nə olar, nə olmaz deyə. Biz də ömrü boyu dəstəmazsız gəzirik. Namaza gəldi, dəstəmazını aldı, namazdan çıxandan sonra daha lazımdır. Hardan olacaq qəlbdə rahatlıq? Hardan olacaq qəlbdə hüzur? Olmaz təbii. Və sonuncusu, ölümü sevərək gözləyənlər, ölümdən bir müjdə gözləyənlər, ölümü heç yadından çıxartmayanlar. Bilirsiniz mi niyə? Artıq o insanlar nəfsin əlində oyuncaq deyirlər. Əbədən. Artıq o insanlar nəfsin əlində oyuncaq deyirlər. Həzrəti Əbu Bəkir radiyallahu anhu irtihal elədiyi xəstəliyində gəldilər, dedilər, ya xəlifətə Rəsulullah, bəlkə sənə həkim çağıraq. Ey Allah Rəsulunun xəlifəsi, bəlkə sənə həkim çağıraq, dedilər. Dedi ki, həkimim gəldi, mənə baxdı. Həkimim gəldi, mənə baxdı. Artıq onun istəyəcəyi bir şey yoxdur. Eyni sözü Osman İbn Affan, Abdullah İbn Məs'udu yoxlayanda dedi. Abdullah İbn Məs'ud dünyasının, yenə o da xəstəliyində dünyasını dəyişəndə Həzrət Osman dedi, nə istəyirsən? Dedi, sevdiklərimi. Sana dedi, mal mülk ayırım, yəni qənimətdən pay ayırım. Dedi, mənim payım ayrılıb. Həkim çağıraq. Dedi, həkimim gəlib. Huzeyfə ibn-ül Yəmən isə belə dedi, əzizlər. Rəbbimin müjdəçisi artıq gəlib, nə gözəl vaxtda gəlib. Bunlar kimlərdən danışıram? Ölümü heç yadından çıxartmayanlardan və ölümə artıq hazırdır, nəfsə artıq aldanmayıb. Keyyisun, keyyislərdir. Nədir? Keyyis kimdir dedik? Əl-keyyisu mən dənə nəfsəhu və amilə mə bə'dəl mevt. Resulullah deyir bunu. Yaxşı olan, keyfiyyətli olan, ağıllı olan, nəfsini aşağı tutan, nəfsini əzən və ölümdən sonra əməl eləyən üçündür. Baxın, Əbu Bəkirdən keyiz kim olacaq? Abdullah ibn Məsuddan keyiz kim olacaq? Huzafə ibn-ül Yəməndən keyiz kim olacaq? Onun yolunda gedən, bugün bəyənilməyən üləma, onlar olacaq. Misalı. İmam Qazali rəhməhullah bir gün səhər tezdən qalıqdı, namazını qıldı, dəstəmazını aldı, namazını qıldı. Ondan sonra qardaşına dedi ki, kəfənimi gətir. Qardaşına dedi ki, kəfənimi gətir. Bunu öz qardaşı rəvayət edir əzizlər. Kəfənini gətirdilər. Öpdü, gözünün üstə qoydu. Nə gözəl gəldi Rəbbimin müjdəçisi dedi. Və
ruhunu Rəbbinə təslim elədi. Nə ilə? Necə? İmam Qazali ölümü daima xatırlayan alimlərdəndir, əzizlər. İmam Qazali ölümü an daima yaşayan alimlərdəndir, əzizlər. Ona görə ölüm gələndə, baxın, bu hər adama nəsib olacaq şey deyil. Ölüm gələndə artıq kəfənini istədi, tapancasını istəmədi. Allah. Yə mənzəl əql. Ay ağıl sahibi, təfəkkür ilə. Düşün, İmam Qazali, bugün haqqında irəli geri danışılan İmam Qazali, tapancasını istəmədi. Kəfənini istədi, kəfənini. Kimə nəsib olacaq bu görəsən Allah təala? Hansı qəhrəman onu eləyə biləcək görəsən ya Rəbbəl aləmin ki, kəfənini də ki, artıq mənim axirətin toy libasını gətirin, axirətimin bəylik libasını gətirin demək neçə qəzalilərə nəsib olacaq görəsən? Yoxsa tapancamı gətirin, mən axirətə getməyim demək neçələrinin aqibətidir görəsən ya Ərhəmər Rahimin. Allah bizi kəfənini toy libası görənlərdən eylə. Bəli, əzizlər, mən sizə bir hədis danışdım, amma ona toxunmadım, çünki axıra saxlamışdım. Ni'mətənu məğbunun fihimə kəthirun minən-nəs, əs-səhhətu vəl-fərağ. İki nemət vardır ki, insanların böyük çoxluğu o nemət haqqında aldadılmışdır, aldanmışdır, uduzmuşdur. Məğbun, aldanmışa, uduzmuşa deyilər əzlər. Yəni, necə? Yəni, nemət, ona nemətdir ki, insan ondan aldanıb. İmam Buxari rəvayət edir, Resulullah sallallahu aleyhi ve sellemin dediyi hədisdir. Sağlamlıq və boş vaxt. Bu iki nemət ölümün qarşısında ən böyük pərdə, ən qalın pərdədir, əzizlər. Vaxtı çoxdur, can da sağlamdır. Nə ölüm nədir ki? Hələ bunun qarşısında çox görəcək işləri var, ölümü yada salma. Can sağlamdır. Elə ki canı sağlamdır, ölümü yada salma. Ona demə ölümlə, ona bayaq dediyim kimi nədən danış. Aldatma özünü, ay insan, aldatma. O sağlamlıq elə bir məğbuniyyətdir ki, o sağlamlıq elə bir cəzadır ki, başqasına arzuladığın xəstəlik o başqası üçün neymətdir. Amma sənin üçün fitnədir. Çat oraya, çat, gəl. Gəl, o xəstəliyi neymət olaraq gör də, ondan sonra başqasını arzulayarsan onu. Vəl-farağ, boş vaxt. Boş vaxt istədiyin qədər. İşdə işi yox. İstədiyin qədər boş vaxtı var. Nəyə sərf eləyəcək? Axirət əməlindən başqa nəyə deysən ona sərf eləyəcək. Ona görə əziz cəmaatımız, ona görə əzizlər, ölüm çox yaxındır. Allah subhanahu teala buyurur kitabında kullu nəfsin zəiqətül mevt. Hər bir nəfs ölümü dadacaqdır. Hər birimiz ölümü dadacağıq. Həmişə deyirik bunu, zaman deyirik bunu. Gələn həftə buraya kim bilir, kim gəlməyəcək. Gələn il buraya kim bilir, kimlər gəlməyəcək. Bələzlər, boşluğa və sağlamlığa aldanmaq olmaz. Bir an əvvəl nəfsimizi sındırıb, axirətimiz üçün əmələ çalışmaq lazımdır. Kimsə, nə bilim, vallah, vaxt daraldı artıq, vaxt daraldı, vaxt zaten dardı. Onsuz da vaxtımız dardı. Ona görə Resulullah Aleyhisselatü Vesselam'ın sözünü bir daha xatırladıram. Əl-keyyisu mən dənə nəfsəhu və amilə fīmə bə'dəl mevt. Ağıllı olan, qoçaq olan, bacarıqlı olan, nəfsini təhqir eləyib, nəfsini alçaldıb, ölümdən sonrası üçün çalışandır. Allahım, biz onlardan elə ya Rəbbi.
Vəl-acizu mən ətbə'a nəfsəhu həvahə və yətəmənnəllah. Aciz isə nəfsini öz həvəsinin istəklərinə tabe eləyib, ondan sonra Allah bağışla deyəndə, Allahım bizi acizlərdən eləmə. Və qardaşımız burada bir sual soruşub, o sualı qısa cavablandırım. Soruşur ki, ərəb dilini mükəmməl bilməyən bir insanın namaz zamanı söylədiyi ifadələrdə buraxdığı nöqsanlar hansılardır? Ərəb dilini qrammatik olaraq ifadə eləyə bilməmək səhv sayılmaz. Yəni, illə də qrammatik olaraq fəthəsinin yerində, kəsrəsi yerində demək, bu səhv sayılmaz, uləmamız bunu səhv saymadı. Ərəb dilində sözü kökündən dəyişib, tamam başqa mənaya çevirmək, bu namazı pozar, Allah xatalardan qorusun. Qardaşlarımız xəstələr var, Allah şifa versin. Allah heç bir qulunu can sağlığından, ruzi darlığından imtihan eləməsin. Allah subhanahu wa ta'ala hər günümüzü, hər saatımızı özünün razı qalacağı əməli işləməyə bizi müyəssər eləsin, müvəffəq eləsin. Allah subhanahu wa ta'ala ümmət-i Muhammedin gerçəklərdən ibrət dərsi götürməsi üçün ümmət-i Muhammedin zəkasını nurlandırsın. Odu söndürmüşük, külü sovurmuşuq, yerdə qalan izinlə oynayırıq əzizlər. Allah subhanahu wa ta'ala bizi əff eləsin, əsirgəsin. Amin deyən dillərimizi Allah zikrindən ayırmasın. Məni də sizlərə qoşsun. Son olaraq əzizlər bir xatırlatma eləyirəm. Müəzzin qardaş bizi bağışlasın, haqqınızı halal eləyin.